Bu kimlik sahibi söz, enerji, özünü ifadə, yaradıcılıq enerjisi daşıyır. Müsbətdə, istənilən mühitdə insanlara sevinç, inam, müsbət düşüncə təsiri verir. Uşaqlıqdan gələn hansı qorxusu var? Birdən görünərəm, yaşa çıxmaz, birdən nəyisə deyərəm, pis başa düşürlər və buna görə də enerjisini sıxır və böyüyəndə potensialını istədiyi kimi önə çıxara bilmir. Mənfidə gizlənir, özünü boğur, sözünü, bildiklərini demək istəmir, bölüşmək istəmir. Amma müsbətdə özünü daha yaxşı göstərir, özünə daha yaxşı inamlı olur, insanlara xoş pozitiv enerji bəxş edir. Sənə uyğun iş fəaliyyəti, media, danışıq, yaradıcılıq, özünü ifadə etmək, sözünlə, səsinlə insanlara fikrini çatdırmaqdır. Bunu etdiyin halda içində sıxılan o enerjini üzə çıxarırsan və uşaqlıqdan gələn qorxu inancını aşa bilirsən. Söhbət hansı kimlikdən gedir? Şəxsi kimlik analizi bunun üçündür.